Start stopla işləyən 06. Oy bəşi, fikirləşməyə zad da yoxdur ya. Və 06 1995-ci ilin 06-sıdır. Və bu 06-ya görə, öz roluna zadına baxın, yəni özünə məxsus şəkildə yığılıb. Bu 06-ya görə mən hara gəlmişəm? Kürdəmirə. İnanmırsınızsa, indi mən sizə Kürdəmiri göstərəcəm. Bir dənə göstər zəhmət olmasa. Kürdəmirdəyəm mən. Bizim belə deyək də dilbər güşəmiz deyəcəkdim, amma burada belə salsın. Ot mod, ağac zad azdı, amma yenə də bizim əlbəttə ki əzizimiz, yəni çox sevdiyimiz əlbəttə ki Kürdəmirimizdəyik və Kürdəmir cəmaatını buradan salamlayıram birinci növbədə. Bütün Kürdəmirliləri mən istəyirəm bax bu videonun altında görüm. Hamısı burada olacaq. Qardaşımız da bir dənə zəhmət çəksin bizim yanımıza. Asim. Bəli. Asim bu maşının yiyəsidir. 1995-ci il təvəllüdlü. 77. 77. Ohohoho. 77-ci ilin 06-sıdır və yəni bir dənə sən canım, o bir dənə tam göstər də, xahiş edirəm. Bax bir dənə təkərlərinə baxın, qapqara. Necə lazımdır. Bu maşını sıfırdan yığıblar da bildiyiniz. Bu maşını neçənci ildə almısınız Asim bəy? 95-də. 95-ci ildən sizdədir bu maşın. Bəli, bəli. 95-ci ildən deməli bu hardasa nə qədər eləyir? 2005, 2030 il olacaq da, düzdür? 30 gələn il 30 il olacaq. Bir dənə şüşəyə baxın. Knopka ilə. Ay fəşi. Ay dəli qəşəng. Allah haqqı. Zəhmət olmasa bagajı göstər. Pulta bax. Pultla bagajı açır. Ay fəşi. Yeri var özüm ölüm. Və təsəvvür eləyin ki, biz deməli bir həftə bundan qabaq bu maşını gördüm. Bizim dostumuz var, əzizimiz. Deməli, mənə dedi ki, belə bir 06 var. Dedim, hardadır? Dedi, Kürdəmirdə. Dedim, imkan varsa onu gətirib Bakıya. Biraz o yan bu yan nəsə dedi ki, gələ bilmir filan, biraz işlə bağlı zad o yan. Ben dedim, eybi yox, mən özüm gedəcəm Kürdəmirə. Bakıdan gəldim Kürdəmirə. Bir daha göstərim, bax maşınım da buradadır. Biraz zəhmət olmasınız göstər. Yolun qırağındayıq. Bax bu dəqiqə gəlmişik elə. Bura Kürdəmirə, indi inşallah Kürdəmirin özünə də gedəcəyik. Təbii ki, Kürdəmirin girişindəyik. Kürdəmir nömrəsi ilə də özünüz də gördüyünüz kimi 06 hal-hazırda dayanıb. Bax nəyini yığdırmısan? Nə vaxt başlamısan bunu yığdırmağa? Yoxsa əvvəl belə sürürdün, sonra birdən nəsə yığdın? Yox, bu əvvəl elə biləcəkən ki, bunun malyar işləri zadı var idi. Kraskasının rəngi biraz solmuşdu. Onu yığdırmaq üçün yəni bir-iki detallarda yəni iş görüldü. Qalan yəni nə varsa özünün radına idi. Ay sağ ol. Amma sonra isə kraska olundu maşın. Maşını ben belə başa düşdüm ki, tam sökmüsən bütün. Noldan. Lütdəndirmisən, sonra nol. başlamısan yığmağa. Noldan, bəli. Pol, patolog, zat hamısı. Hamısı. Yəni təkərinə kimi təzə qoyulub. Bir dənə içini də göstər, bax sideniklər, oturacaqlar. Necə lazımdır? Səliqəli şəkildə maqnitofonu, amma maqnitofonun da belə deyək də xarakteristikasını saxlayıb Asim. Çünki qardaşımız istəməyib ora əlavə artıq belə müasirlikdən bir monitor zad gətirsin, hə?